Beşinci yerə mən əslində idman qidalarını qoyaram. Supplementlər. qoyaram. Önəmli, Çünki bəli. insanlar ilk dəfə zala gəldikdə digər insanların istifadə elədiyi supplementləri görüb faydalarını və qaydalarını bilmədən çora şimala onları istifadə eləməkdir. Yəni bu adam hələ ki nə etməlidir? Məlumat yox. Məlumatı yoxdur. Nə işə yarayır, nə üçündür? Fikir yoxdur yəni bu. Zərəri varmı, yoxdurmu? Xeyri nədir? İdmandan öncədimi, sonradımı? Amma nə edir? Girən kimi birinci mən protein istəyirəm, mən kreatin istəyirəm, mən BCA istəyirəm. Yəni hədəfi dırnaqarası şişməkdir. Hə, yəni Yəni amma tez sürət. halbuki, yəni dostlar, o supplementlərin hər biri şişmək üçün deyil. Yəni sizin lazımi qidalarınızı qəbul edə bilmədiyiniz üçün, yəni deyək ki, məsələmi deyirəm, mənim 70 kilo çəkim var. Mən 140 qram zülal qəbul eləmək üçün mən elə bir qaydada qidalanmalıyam ki, yəni ona bəzən heç həqiqətən nə maddiyyat imkan verir. Minimum 300 qram on toyuq verir. yeməlisən məsəl üçün. Təxminiən 300 qram toyuq Nə yeməlisən. edirəm? Mən də onu müəyyən Çəkirsən. qismini protein tozlarından, yəni protein Ucuz və sərfəli belə deyək. Hə, Daha protein necə, tərkibli açıq qidalardan qarşılayıram, alıram. Məsələn, kreatinin bu gün dünya üzərində ən çox araşdırma Bəli. aparılan, Ən çox üzərində mübahisə aparılan. mübahisə olunan Bəli, idman supplement qidalarından biri kreatindir. Amma insanlar düşünmür ki, 5 qram kreatin almaq üçün neçə kilo ət, nə qədər turp, nə Bəli. qədər toyuq yemək lazımdır. Amma nə edirik? Biz onu minimuma endirib, yəni 5 qram Yəni, kreatin qəbul edirik. Toz halında suya daxil edirsən. Hə. İçirsən. Və dostlar, irəlilədikcə, siz inkişaf elədikcə, artıq professionallığa doğru getdikcə bu supplementlərin çeşidi də çoxalır. Ondan sonra necə deyirlər? Yəni fərqli artıq idman qidaları qəbul eləməyə başlayırsınız. Niyə? Çünki artıq siz normal bədən formasından çıxıb idman, trener, nə bilim, professional atlet bədən. Yəni həftədə 4 dəfə, 5 dəfə artıq gəlməyə başlayırsınızsa, bu məsələni ciddi alırsınız. Hə, yəni artıq daha ciddi irəliləmə səviyyəsinə keçdikcə Yəni. idman qidalarınız da çeşidləri çoxalır. Saymaqla bitməz, yəni milyonlarla idman qidaları var, fərqli Çoxdur, markalarda, dəhşətli. fərqli dadlarda. Yəni adını belə eşitmədiyiniz idman qidaları var. Məsələn, birini örnək verim, elektrolit məsəl üçün. Yəni Azərbaycanda heç kim istifadə edir. Mən heç bilmirəm. Yəni elektrolit deyə bir şey var. Mən bilmirəm. Yəni mineralları almaq üçün, Yəni, yəni duzu ala bilmirsənsə, bundan istifadə edə bilirsən. Amma nəyə lazımdır? Yəni bu qədər ciddi yanaşmayan insan üçün ehtiyac yoxdur. Yəni dostlar, ən önəmlisi odur ki, yəni ən ciddi 5 qayda var. Nədir? Düzgün qidalanacağıq, vaxtında yatacağıq, disiplinli olacağıq, Kardio eləyəcəyik. kardiyo eləyəcəyik Kardio mütləq. və sonda nə edəcəyik? Supplementləri düzgün seçəcəyik. Supplement istifadəsinə həqiqətən də önəm verin. Yəni başlanğıc səviyyədə olmasa belə, Bəli. orta üst Bəli. səviyyədə mütləq Ya lazımdır. belə deyim də bir yeni başlayan bir şəxs üçün, sağlam həyat tərzi yaşayan bir şəxs üçün 3 nə məsləhət görərsən? vacib olan ən önəmli supplement və vitaminləri deyim. Öncəliklə omega 3 qəbul eləməlidir. D vitamini qəbul eləməlidir. Bəli. Mən ən çox məsələn ZMA qəbul edirəm, zink, maqnezium kompleksi. ZMA-nı qəbul eləməkdə də məqsədimiz ki, təbii testosteron alıram, yəni Bəli. testosteronu kənardan Bu arada alıram. yuxu keyfiyyətinə də çox önəm var. Bəli, bəli. Yəni Yəni, ZMA-dan bəzən olur ki, Özənin yatmaqdan əvvəl istifadə Bəzən edirsən. olur ki, bir də görsən ki, fərqli yerdə oluram ya unuduram evdən götürməyi. Yəni həmin günü həqiqətən də yuxum çox bərbad bir şəkildə olur, amma ZMA-nı istəyimdə tamamilə möhtəşəm bir yuxu qəbul eləmiş oluram. Sonra əgər necə deyim, qidalardan ala bilmirsinizsə, whey və kreatin. Yəni bunun xaricində Kreatin mütləq, yəni kreatini birə qoyun. yəni bunun Və çox xaricində uyğun qiymətədir, yəni dostlar. yeni başlayan və ya nə bilim 1 il məşq eləmiş bir şəxs üçün ondan o yanasına ehtiyac yoxdur. Çünki təməl bunlarla qoyulur. Bunlar olmadıqda, yəni məsələmi deyirəm, bəzən insanlar deyir ki, D vitaminini almaq, çox almaq ziyandır. Yox. Necə ziyan ola bilər? Dostlar, biz xalq olaraq, ölkə olaraq daha çox saat, daha çox müddət günəşsiz qaldığımız üçün iş rejimi Ofis şəraitində işləyən 70% insan var. Bəli, yəni biz günəşi az gördüyümüz üçün məcburi şəkildə D vitaminini qəbul eləməliyik və D vitaminini unutmayın ki, insan öz
bədənində öz orqanları o vitamini qəbul eləyir, yetərindən artığını isə ifraz eləyir, gedir. Yəni qorxunuz olmasın, istər omega Çox 3 istifadə eləsəz belə bədəninizə heç bir zərər və olmaz. ən əsas bir məqama toxunum eləyər. Omega 3-ün özü belə çox güclü yağ yandırıcı asidlərə malikdir. Yəni siz düşünün ki, omega 3 içsərək də həm də öz yağlarınızı əritmiş olursunuz. Bu qədər məncə bəs eləyər. Yəni bu 3 vitamini belə deyək, qida əlavəçisini almağı unutmayın. Yəni bu sizə zərər etməz, daha da fayda sağlayır. Əlbəttə, əlbəttə. Zərərli heç bir şey yoxdur. Bunu Sağlam olan əlavə xərc kimi görməyin, yəni bunu. Bu sizin idmanınızda belə deyim də, yəni bir insan vaxtında bunları qəbul eləməyib həkimə gedirsən, yəni belə loru dildə desək 100 manat analizə ver, 100 manat qeydiyyata ver, ona ver, buna ver. Yəni. Baxırsan ki, bir də gəldi çıxdı 300-400 manat xəstəxanada gedib, hələ resept yazılmayıb, Hələ dərmana keçməmisən. Dərmana keçməmisən. Bəli. Bir də baxırsan ki, 300-400 manatlıq da dərman almısan. Halbuki yəni biz deyirik, tək biz yox, bu gün bütün dünya deyir ki, omega 3 qəbul eləməlisən, D3 qəbul eləməlisən, maqnezium qəbul eləməlisən. Bədənində yetəri qədər kreatin yoxdursa, məşq elədiniz, eləmədiniz, idmanla məşğul Beyinə olursunuz. belə xeyrisi var. Bəli, idmanla məşğul Düz var olursunuz, olmursunuz, kreatin qəbul eləməlisiniz. Bəli. Amma bir müddət sonra insanlar tənbəlliyindən, ərincəkliyindən bunların heç birini eləmir. Sonra fəsadları ortaya çıxanda həkim gəzir, doldurur mədəsinə antibiotiki, yəni bilirsiniz ki, müəyyən preparatlar var ki, xeyir elədiyi qədər də Zərəri zərəri var. mütləq zərəri var. Xüsusən də qaraciyərə daha çox ziyandır. Onun üçün də dostlar, ən yaxşısı sağlam qidalanın, sağlam həyat tərzi yaşayın. Düzgün qidalandıqda hər şey, bütün orqanlar öz fəaliyyətini düzgün şəkildə görür. İdman zalından çəkinməyin. İdman zalında vaxt keçirdin, disiplinli şəkildə sırf məşq eləyirəm deyə yox, sağlam həyat tərzi yaşamaq üçün idman zalına yönəlin. Məndən bu qədər eləyər, sənin başqa bir şey Son bir varsa? mövzum var. Aha. Əslində qalsa bu ciddi mövzudur. Yəni bizi yaş kütləsi olaraq yaşı 30 üstü olan insanlar da izləyə bilər və bu mövzu məncə onlara çox maraqlı gələr. Yaşlı insanların idman eləməsi. Yəni orta yaş və artıq 50 yaş üstü insanların idman eləməsi. Yəni Mütləq. buna Mütləq. çox Niyə? lazımdır. Çünki yaş artdıqca artıq metabolizmanın işləməsi də biraz daha çox zəifləyir. Yəni metabolizma zəif işlədikdə nə olur? İnsan daha çox yağlanır, daha az hərəkət elədikdə nə edir? Orqanlar passivləşir, duzlaşma əmələ gəlir. Ən çox da yaşlı insanlar, yəni heç nə eləməsələr belə gündəlik 40-45 dəqiqə yürüyüş mütləqdir ki, yəni istər diz qapaqları olsun, istər ayaqlar olsun. Yəni yürüyüş elədiyiniz zaman ürək də qidalanır, qan da qidalanır, damar da qidalanır, orqanlar düzgün şəkildə işləyir. Yəni hərəkətdə olmuş olursunuz və obezliyə doğru getmirsiniz, yorğun olmursunuz, özünüzü səhər duranda yorğunsuz durmaq istəmirsiniz, halsızsınız. Əlbəttə ki, daha çox 40-dan yuxarı artıq bu baş verir. Onun üçün də vücuddan səslər gəlməyə başlayır. hə, dostlar, məşq xarç eləyir. Səhər yerindən dura bilmirsən. Durduğun zaman durursan, bir çox səslər çıxarırsan. xurxur, bütün bədən şık, şak, şuk, qulunc. O da hamısı əzələ boşluğundan dostlar. Yəni əzələ boşluğu vaxt olursa, varkən indidən başlayın. Heç nə üçün gec deyil. ətraf mühitin sözlərinə fikir verməyin. Yəni bu idman sizin tamamilə faydalılığı üçündür. Yəni tamamilə yaş irəlilədikcə Məsələ də odur ki, bizdə ən çox nədir? Kütlə psixologiyası daha çox təsir edir insanlara. Bir də görsən ki, əmi, dayı, bibi, nə edirsən idmanı bala ye, kef elə. yəni dostlar, o fikirlərin heç birinə Yəni bunlara fikir önəm verməyin. Yəni Həqiqətən, o yəni o 3 günlük dünya bir də baxırsan ki, infarkt getdi. 3 gün olmur. xala bibiniz bu barədə heç bir şəkildə bilgi sahibi deyil, yəni. Bilgi sahibi olmaq istəyirsinizsə, gerçəkdən araşdırın, məqalələr oxuyun. Bu haqqda məlumatlar əldə edin. Əlbəttə. Yəni idmanın heç Bax, bir zərəri idmanla yoxdur. məşğul olan şəxslərin heç biri sizə idman etməyin kimi bir tövsiyə verməyəcək. Əksinə sizə kömək olacaq, bilmədiyiniz hərəkətlərin düzgün qaydasını göstərəcək, daha çox faydalı məlumatlar verəcək. Yəni ətrafınızda idmanla məşğul olan insanlar varsa, həqiqətən inanın ki, 1-0 qabaqlasınız. Niyə? Çünki həmin şəxslər disiplinli olur, düzgün qidalanır,
sizə artıq əlavə zərərli qidaları tövsiyə eləmir. Əksinə görəndə sizi şey eləyir ki, uyarır ki, bunları yeməyin, bunlar sağlam deyil, sizə zərərlidir. Ona görə də istər yaşlı nəslimiz olsun, istər gənc nəslimiz olsun. Əslində biz yaşlı nəslin orta yaşın üstü sayılır. Yəni məsələn deyirəm, 70-lərdən geriyə olan babalarımız, nənələrimiz daha sağlam yaşayırlar. Niyə? Çünki onlar daha orqanik və daha təbii qidalanma. Yəni indi o qədər orqanik qida yoxdur yəni. Nehrə yağı olsun, xam olsun, bal olsun, kər olsun, kətdən gəlib o bu. İndi girirsən hamısı trans yağlarla əlavə xarab olmasın deyə, uzun müddət qalsın deyə xüsusi kimyəvi maddələr qatırlar içinə. Yəni ona görə sürətli qida yayılıb. Keçmiş nəsildə bədənlərində əzələ kütlələri də yüksək olurdu. Obezlik daha az olurdu. Bizim dövrə baxın. Yəni bizdə köhnə filmləri açın baxın, obez insan yoxdur. Bizdə obez insan niyə çoxdur? Çünki fast fooda daha çox yönəlirik. Bəli, maraq çoxdur. Yəni zərərli yağlarla. Bir də bu proqramlar sayəsində artıq evindən çıxmadan sifariş edə bilirsən. Çox rahatlaşır yəni. Çatandır yəni. Bu gün süni intellekt artıq sizə hər şeyi yönləndirir. Hər bir mövzu barəsində sizi yönləndirib düzgün qaydada məlumat verə bilir. Əlbəttə ki, düzgün sual versəniz, yəni. Təbii. Doğru istifadə etmək lazımdır. Yox, düzgün istifadə elədiyiniz müddətcə sizi həm inkişaf elətdirəcək, həm sizə elm qazandıracaq, təlim verəcək, təhsil verəcək. Yəni yardımçı bir müəllim kimi istifadə etmək lazımdır. Texnologiyanı düzgün istifadə etmək lazımdır. İnterneti düzgün istifadə etmək lazımdır. Girib dizi izləməklə ya da sosial şəbəkələrdə Reels izləməklə heç bir fayda sağlaya bilməzsən. Yəni öz inkişafınızda heç bir şey. Reels izləyərsən, girərsən, açarsan, faydalı Reels izləyərsən, baxarsan ki, bu insan nə paylaşır, faydalı məlumatları paylaşır. Həyatına inteqrasiya elədiyin bir şey səni qabağa ata bilər, amma əks halda heç bir önəm daşımır bunlar. Sonda hərəmiz bir cümlə deyək ki, yekunlaşdıraq məncə. Sağlam qidalanın, sağlam qalın. Məncə ən önəmlisi disiplindir. Yəni disiplindən başqa heç bir şey önəm daşımır mənim üçün. Sağ olun dostlar. İzlədiyiniz üçün təşəkkür. Gələn görüşlərə dək. Like eləyib, komment yazıb, kanala abunə olmağı unutmayın.